Deyir, bura bir şey yeməyə tökməyin. Bax, nə eləməyini qardaş? Bu stansiyada nə eləmək lazımdır? Bu Abi. Big Boss yemək çox yeyən deyil, amma həmişə burada olur. Əssalam, getdim hələ. 300 pişik bəsləmək çox çətindir. Buna görə də Elxan, Oktay, Tehran və Rəşad güclərini birləşdirib 300 dənə pişiyi doyurmaq qərarına gəldilər. Çəksən qardaşım. Demişəm ki, bura çıxırıq. Gəlib ora çıxmısan. Pişik axtarıq, heç yerdə pişik tapa bilmirik. Təxmin edirik ki, burada pişik ola bilər, çünki burada itlərin girişə icazə yoxdur. Birinci pişiyi siftə açırıq. Gəl burada. Alba ətdi deyə bunu özüm də yemək istədim az vaxtında. Ayda, bizim bir dənə problem var. Düz zibil qaba buradadır, amma biz bunun zibilləri üçün bir dənə kork taxmalıyıq. Gəlin qaqillər. Tərtəmiz. Biraz hilə işlədə bilərik. Amma niyə? Vaxt gedir, vaxt gün batır. Güneş gidiyor güneş. Çakkal oradayım. Demək uşaqlar, 4-cü pişikdir. Hansından istəyirsən qardaşım? 4-cü pişiyimiz 7. Hadi get. Dedi quru getməsin. Yaxşı yem də verək ki, biraz mədəsi yaxşı olsun. Yiyir, yaxşı yiyir. Yağlı da eləyim bir dəqiqə, pişik yemək olmadan açamıram. Həyəcanlandı, yazıq. Tanıt. Fırlandı, gəldi, gördük ki, hamısını yiyib qutardılar bir dəqiqə. Gəlmişik köhnə məhəlləmizə, məhəllə uşaqlarına pişik yemək verdik qardaş. Çap. Görmürüm bunu, gəl. Bilmirik, Rəşadgil yeməyi paylayırlar, yoxsa yox. Rəşadın ayaqqabısıymış, sakacan dilində batıb. Yəni Rəşadgilə də baxaq. 300 pişik yedizdirir videosunun birinci hissəsi hal-hazırda Sait Pro Instagram hesabında yayındadır. Girib izləyib şərh yazıb like atmağı unutmayın. Küsə heyvanı.